Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 6 may 2026-cı ilin astroloji proqnozlarını söyləyəcəm. 6 may yurdumuza göndərilən daha bir peyğəmbərin Xızır əleyhissalamın doğum günüdür, mövludu günüdür. Hər zaman onu yad eləyirik. Ümumiyyətlə, Türk dünyasında o Xızır günləri deyirlər, əslində yaz günləridir. Mayın 6-sından noyabrın 15-nə qədər bu miladi təqviminə davam eləyir. Ondan sonra Qasım günləri başlayır. Elə o istilik sistemi də məhz həmin vaxt verilir. Noyabrın 15-dən indi hardasa üst-üstə düşür də demək olar. Əslində indiki dövrdə bəlkə də oktyabrdan aprelin sonuna qədər, bəlkə də mayın əvvəlinə qədər istilik sistemi vermək olar. Belə deyək ki, Xızır peyğəmbər, mənbələrə görə 4 peyğəmbər bizim yurdumuza, Türk dünyasına göndərilib. Zərdüşt peyğəmbər, Cərcis peyğəmbər, Hənzələt İbn Sübhan, bu Urmiya Naxçıvan ərazisində olub o. Bir də Cərcis peyğəmbər. Bütün Türk dünyasında və diri peyğəmbər adlanan Xızır əleyhissalamdır. Və Quran-ı Kərimdə də adı çəkilməsə də ona işarə olunur. Azərbaycanda Bakının 100 kilometrliyində yerləşən 5 barmaq Xızır Zində yaxud da Ziyarətdə, Siyəzəndə yerləşən onun orada yaşaması haqqında fikirlər var. Hətta orada yaxından o dağın başına qalxanda orada qədim bir tikili kərpiçləri, uçulub sökülmüş kərpiçləri hələ də qalmaqdadır. Təəssüf ki, Sovet dövründə orada hərbi təlimlər keçirilirdi, top atırdılar, nə bilim, güllə atırdılar. Oralar çox dağılıb, əskərlərin belə deyim ki, təlim yeri idi. Düzdür, müstəqillik dövründə də orada, xüsusən də Prezident Qvardiyası orada məşqlər keçirdilər, o dağlara dırmaşmaq filan. Çox uçdu, dağıldı. Əvvəllər ümumiyyətlə çətin idi ora çıxmaq. İndi dəmir pilləkənlər qoyublar. Qırğızstanda da qəribə bir dağ var, ora Xızır dağı deyirlər. Türkiyədə də müəyyən yerlər var. Hər halda yurdumuza göndərilən bir peyğəmbərdir. Quran-ı Kərimdə onun Musa peyğəmbərlə rastlaşması, sınaq imtahana çəkməsi kimi məqamlar da qeyd olunur. Belə, yəni bugün belə bir gündür. Həm də bugün çərşənbə günüdür. Bildiyiniz kimi hər çərşənbə bizim ruhumuzun şəfası verilişi efirdə olur. Ötən həftə vacib səbəblərdən Kamala xanımla çəkilişimiz alınmadı. Amma efiri də boş qoymadıq. Amma bu həftə inşallah çox maraqlı bir verilişimiz olacaq. İzləyərsiniz, ruhumuzun şəfalanması istiqamətində nə mümkündürsə o verilişdə eləyirik. İndi isə keçək astroloji proqnozlara, ayrı-ayrı zodiak işarələrinə görək vəziyyət necədir. Qoç bürcü. Maraqlı adamlarla görüşləriniz mümkündür. Belə məqamlarda kiminsə əleyhinə danışmaqdansa öz söhbət və davranışlarınızla rəğbət qazanmağa çalışın. Bütün risklərdən uzaq olun. Boğa bürcü. Bugün iştirakçısı olduğunuz əksər proseslər sizə xeyir verəcək. Mövcud reallığa obyektiv qiymət verin. Kənar təsirlərə uymayın. Qətiyyən görücü və ya falcı yanına da getməyin. Əkizlər bürcü. İş və fəaliyyətlə bağlı yeniliklər yolunuzu gözləyir. Bunun üçün bəzi mühüm şəxslərlə görüşməyiniz vacibdir. Çətinlikdən qorxmayın. Ən azı ona görə ki, artıq öz dövranınız da yetişməkdədir. Artıq o işıqlı gələcəyə çatmışsınız da demək olar. Xərçəng bürcü. Riskli hadisələrlə üzləşmə ehtimalınız var. Nəticənin sizə xeyir verməsini istəyirsinizsə, təcrübəli adamlarla məsləhətləşin. Əmin olun ki, onlar sizə lazımi dəstəyi verəcəklər. Şir bürcü. Əsas diqqətinizi fəaliyyətə yönəldin. Yalnız bu halda qarşıya qoyduğunuz məqsədlərə nail ola bilərsiniz. Həmkarlarınızla, eləcə də doğmalarınızla münasibətdə acı dil olmayın. Qız bürcü. Maddi durumunuzu yaxşılaşdırmaq istiqamətində şansınız var. Bunun üçün maksimum bəhrələnməyə çalışın. Əvvəlcədən nəzərdə tutmadığınız məsələlərə baş qoşmayın. Sevgidə uğurlarınız gözlənilir. Tərəzi bürcü. Sevindirici hadisələr, təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, gözlənilməz səfərə də çıxasınız.
Amma pul və sənədləşdirmə işləri ilə bağlı bütün planlarınızı təxirə salın. Əqrəb bürcü. Ulduzların düzümü yalnız maliyyə məsələlərində müəyyən uğurlara yiyələnəcəyinizdən xəbər verir. Digər işlərdə isə gərginlik hökm sürə bilər. Ümumiyyətlə, səhhətinizə də bugün qayğı göstərin. Oxatan bürcü. Əsas planlarınızı iş vaxtına təyin edin. İş vaxtı 9-dan 5-ə, 10-dan 6-ya, bax, belə özünüz bilirsiniz. Yəni, iş saatlarında əsas işlərinizi görün. Çünki axşam saat 18-dən sonra, yəni 6-dan sonra sinirlərinizin gərilməsi işlərinizə mane ola bilər. Nahar ərəfəsində gözləmədiyiniz istiqamətdən sevindirici təkliflər yaxud da xəbərlər də ala bilərsiniz. Oğlaq bürcü. Təxminən saat 14-ə qədər, yəni günorta saat 2-yə qədər pasiv bir ərəfədir sizin üçün. Həmkar və rəhbərlərinizlə mübahisələrə cəlb oluna bilərsiniz. Sonraki müddətdə isə hər şey qaydasına düşüb, normal tərzdə cərəyan eləyəcək. Su tökən bürcü. Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq istəyirsinizsə, çoxdan bəri nəzərdə tutduğunuz şəxslərlə görüşləri reallaşdırın. Digər işləri təxirə salmaq da olar. Hər hansı ağıllı təbii ki, riskdən qorxmağa da dəyməz. Balıqlar bürcü. Artıq son günlər qlobal problemlərinizin həlli yolları aydınlaşmağa başlayıb. Bunu sürətləndirmək üçün ətrafınızda etibarlı, güvənli adamlar olmalıdır. Axşama yaxın səhhətinizi qoruyun. O yaz qripi deyilən bir şey. Nəsə bu qripə oxşar bir şeydir. Amma hər mənada qorunun. Ola bilər ki, başqa hansısa fəsad da ola bilər səhhətinizlə bağlı. Bir də əvvəldə deməyi unutdum. Aylıq proqnozlarımızı kim görməyibsə, bax, mən bu danışığım bitən kimi ekrana gələcək. Həm bürclər üzrə may ayının proqnozu, həm də ictimai, siyasi, planetar proqnozlar kanalımızda özünə yer salıb, yer açıb, yer tutub, hamısına üstünə sadəcə vurmaqla rahatca baxa bilərsiniz. Belə, dəyərli dostlar, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.